Tələbəm Fərid bəylə bugün şəhər daxil sürmə dərsimizdəyik. Biraz artıq fərqli. Avtomobillərinin belə deyək də sürətinə uyğun, axının orta sürətinə uyğun sürmək lazımdır. O maşın gedirsən də getməlisən. Bax, bu maşın dönmüşün yandırdı, çıxdı. Aha, düzdür, dönmüşün yandırma ona üstünlük vermir, amma sən ehtiyatını saxla. Bir çox sürücülər var ki, dönmüşün yandıran kimi elə bilirlər ki, yol bunlarındır. Və sən diqqətli ol ki, o sənə yol verməyə bilər. Baxmayaraq ki, sən üstünsən ha. Davam elə, davam elə. Artı bir balaca. Şəhərin tam mərkəzindəyik. Özün necə istəyirsən Fərid bəy? Əlaçım. Hökumət evi. Bakı həqiqətən gözəldir. Allah Bakımızı qorusun. Allah ölkəmizi qorusun, millətimizi qorusun inşallah. Traktorumuzu. Bax, bu adacığı görürsən, adacığı tapdalamaq olmaz. Tapdalasan 40 manat cəriməsi var. Adacıqdan sonra sola doğru gedəcəyik. Oldu? Yandır indidən şunu. Biraz artır sürətindən. Tormuz yox, artır. Biraz artır sürətindən. Artır. Cəhət soğuk dəyiş. Sol düzgə bax, böyle soldan gələn yoxdur. O artırmaqdan məqsəd nədir? Soldan gələn varsa, yəni görürsən gələn yox idi, dedim ki, artır keç. Gələn varsa gözləməliyik də biz onu. Çünki biz soğuk dəyiş o yoldan çıxırıq. Bax, mərkəzdən onun sağından yaxınlaşsın. Dön, dön. Düşürsən. Qaytar əlini. Düz sürəcək hələ ki, bu yol arzını. Bir tərəfli yolda hələ. Eyb yox. Əslən qalsa sol zaten maşın var, yaxşı da uzağa düşdün. Sağına baxı gələn yoxdur? Yoxdur. İndi bax, solunu yanında dostum, keç biz o sola. İndi diqqət eləyək nişanlara. Sağdakı nişana bax. Ən yuxarıdakı nişan bir tərəfli yola çıxış nişandır. Yəni, axın sağdan sola doğru gəlir. O deməkdir. Yəni, bu nişanın təsis altından sağa dönmək olmaz. Onun altındakı stop nişanıdır. Hal-hazırda qüvvədən düşüb, çünki işıqfor var. İzləyicilər üçün aydın olsun. Yəqin gedəcək, çünki bayaqdan yanlamışdı o. Altındakı düzən sola nişan. Amma burada diqqətlər bir dənə nişan var, bax. Bir tərəf yolun qurtaracağı. 5.6 nişanı. Və bu deməkdir ki, bax, bizim gəldiyimiz yol, bu iki zolaq bir tərəf yoldur. Qarşıdan yol iki tərəf olacaqdır. Biz əgər düz qədəs olsaydıq, sola yox, ikinci zola düşməliyik ki, əks sola çıxmayasan. Amma biz sola dönəcəyik. İndi sola dönərkən də qarşıdan gəlib sağa dönənlərlə traktoru kəsərsən yol verməliyik. Çünki eyni anda dönməməlidirsə, sağdan yaxınlaşanlar bizə nəzərən üstünlüyə malikdir. Oldu, yadda qalar. Sən kənar sol zola düşməyə çalışsan, o da kənar sağ zola düşməyə çalışsa, heç yol verməyəcək. Eyni anda dönəcəyik. Bax, gəh, baxaq, indi mailləndirənini və döndürənini. Əlaçı. Sağın yanı keç biz o sağa. Biraz artır. Artırmalısan da, qıqım, artır. Zoğ dəyişsin. Afərin. Yaxşıdır. İndi çəkiliş dayandırıram, amma dərsimiz davam edir.